əziz tədbir iştirakçıları. Mən həmişə olduğu kimi tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah məqamlarını uca eləsin. Bugün mənim üçün həm kədərlidir danışmaq, həm də şərəflidir. Ona görə kədərlidir ki, mən dərs dediyim tələbəmin məzarı önündə danışıram. Və şərəflidir ona görə ki, mənim hansı ki musiqi məktəbində, Çəmənli musiqi məktəbində dərs dediyim bir tələbənin igidliyi, qəhrəmanlığı haqqında danışılacaq. Və o qəhrəman haqqında ki, öz elini, obasını sevən, öz elinin, obasının təsirini çəkən həmişə bir qəhrəman olur. O harda otururdusa, harda toyda olurdusa, ən sevdiyi sözlər, ən sevdiyi mahnısı var idi. Onu sifariş verirdi. Və həmişə də istər dostları ilə bir yerdə oturub hansısa bir əyləncəli oyun keçirəndə elə o mahnını da həmişə zümzümə edir. Ağdam gözəl şəhər, mehriban diyar, sinəndə boy atıb oldun bəxtiyar, səndə ilk eşqimin yadigarı var. Ağdam mənim söhbətim, Ağdam mənim şöhrətim, tükənməz sərvətim, əzizim sən gözəl Ağdam. Ən sevdiyi mahnı idi. Və həmişə də onu qürurla oxuyurdu. Və onu həmişə qürurla deyirdi ki, inşallah Qarabağımız azad olacaq. Qarabağımız azad olacaq və Ağdam yenə də əvvəlkindən gözəlləşəcək. Bəli, Mirrəhimin dediyi sözlər hamısı indi yerini alır. Ağdam artıq cənnət məkana çevrilir. Qarabağımız cənnət məkana çevrilir. Azərbaycanda elə bir bölgə yoxdur ki, hər kəs Qarabağa həsəd aparır. Və bu günlərim sənin ruhun şad olsun. Bütün şəhidlərimizin ruhu şad olsun ki, bu günlərim artıq Qarabağımız azaddır. Qarabağımız gözəlləşir. Qarabağımızda məktəblər, həyat artıq qaynayır orada. Sənin və sənin timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Allah sizin hər birinizə, analarımıza, atalarımıza Allah səbir versin. Amin. Bu günlərim sizlə yanaşı bizim həmişə tədbirlərimizdə yaxından iştirak edən şəhid ailələrinin şəhid üzrə şöbə müdürü Samir müəllim iştirak edir. O cümlədən Çəmənli kənd icra nümayəndəsi, bələdiyyəsi və bizim Raif Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Və bizim hər birimizin borcumuzdur ki, bizim şəhidlərimizin ad günlərində, an günlərində həmişə iştirak edir. Və onu da qeyd edeyim ki, bizim Səxavət qardaşımızın, Məmmədov Səxavət Adgözəloğlunun ad günündə onun anası, yoldaşı Bakıda yaşayır. Mən elə başa düşdüm ki, onlar ki də gələ bilməzlər, amma biz Samir müəllimlə gəldik, buranı ziyarət elədik və bir 20 nəfərə yaxın 75-ci ilin məzunları
75-ci ilin məzunları təsadüfən gəldilər və elə gəldilər ki, biz buradayıq. O tədbirdə iştirak elədilər. Və bizim tədbirimiz gedən vaxtı bizim anamız Hicran xala bir də gördük maşından düşdü. Dedi, mən həqiqətən də mən qürurlandım. Ki, mən olmasam da mənim oğlumun məzarı ziyarət eləyən var. Və indi biz də nəyə qürurlanırıq? Biz ona qürurlanırıq ki, bu günlərim Hicran xala hansı ki o aclıqdan əziyyət çəkən xarici dövlətə Səxavət qardaşımızın adından ora çörək göndərib, yardım göndərib. Bax, biz də buna qürurlanırıq. O bütün elə bir ki, sosial şəbəkələrdə hamısı öz əksini tapır. Bax, biz də buna qürurlanırıq. Mən ona görə sizin hər birinizə təşəkkür edirəm. Bax, şəhid atası, şəhid anası, şəhid yoldaşı nətər ki, övladları eldən ötürü, xalqdan ötürü, öz şirin canlarından keçir. Bax, atası, anası da elə, obya öz oğlunun həmişə başın uca eləmək üçün hərəkətləri ilə yadda qalır. Və bu günlərim bizim burada Çəmənli Kənd Tam Orta Məktəbinin müəllim şagird kollektivi də iştirak eləyir. Həmişə bizim yanımızda olur. Və mən elə şəhidimizin döyüş yolundan danışmaq üçün sözü Samir müəllimə vermək istəyirəm. Əziz şəhid ailələri, şəhid valideynləri, tədbir iştirakçıları. Kimə başlamazdan öncə bugün ətrafına toplaşdığımız Mirzəhim haqqında qısaca arayış vermək istəyirəm. İlk öncə onu vurğulamaq istəyirəm ki, həqiqətən də hər bir şəhid haqqında bəzən 15 dəqiqə, 20 dəqiqə ərzində çıxış eləmək olmur. Çünki onun yaşadığı, keçdiyi ömür, keçdiyi döyüş yolu ona sığmır. Amma biz qısaca arayış ona vermək istəyirəm ki, Mirzəhim 96-cı ilin məhz bu günü Çəmənli kəndindən adlanır. Və o, Bəyək Qorxmaz müəllim xatırlatdı, o həmin Ağdam şeiri, o başqa şeirlər də ola bilərdi. Məhz o həmin o Ağdam xalq mahnısını və yaxud həmin o ifanı ona görə, onun, çünki 30 il həmin Ağdam rayon Çəmənli kəndi düşmənlə sərhəddə idi. Və o, İstəsəydi başqa bir peşəni də seçə bilərdi. Digər bizim qəhrəman qardaşlarımız da məhz onların içində olan bu vətənpərvərlik onu vadar edir ki, o məhz 30 il ərzində, o 24 yaşında o şəhidlik zirvəsini ucaldı. Və ömrünün o hansı ki, bəli, və ən gözəl, ən çiçəklənən vaxtı, o hansı ki onun tayları, onunla o yaşda olan insanlar daha başqa mövqeyə, başqa istiqamətdə onların daha çox həyat tərzləri olur. Ancaq məhz Mirzəhim hərbi xidmətini başa vurub qayıdandan sonra yenidən hərb peşəsini seçdi. Və 44 günlük Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda edilən döyüşlərdə qəhrəmancasına şəhid olur. Və onun nəşi bilirsiniz, bir müddət sonra tapılır və daha sonra Ağdam torpağında dəfn edilir. Və ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına və digər medallar və şəhid oldu. Mən ilk öncə Ağdam rayon rəhbərliyi adından, Ağdam rayon ictimaiyyəti adından Mirmeh Dəmiyə başsağlığı verirəm. Təzəqqül xanıma başsağlığı verirəm. Allah qavlan onlara səbir dilərəm. Daha sonra çıxışımı bu yöndə davam etdirmək istəyirəm ki, Qorxmaz müəllim bayaq yenə vurğuladı. Çünki mən tədbirə gəlməmişdən öncə istər-istəməz hazırlaşırıq ki, hansı mövzulara toxunaq, nələrdən danışaq. İnanın, gəlirəm burada, şəhid analarını görürəm, bütün o fikirləşdiyim, hazırlaşdığım çıxışlar hamısı yadından çıxır. Amma mən məhz öz tanıdığım Ağdamımızda olan şəhid ailələrinin hər birindən öz razılığımı dilə gətirirəm. Nəyə görə? Bəzən olur ki, elə bir işlərlə bağlı müraciətlər olunur. Tək hələ 44 günlükdən demirəm, 1-ci Qarabağ müharibəsindən olan bir istəyirlər və bunun tələbin yerinə yetirilməsi zaman istəyir. Ancaq o ailələrin bizə qarşı olan o münasibətini, o hörmətini, çünki məhz elə oğulların, elə valideynləri olmur. Mən onu deyə bilərəm ki, bugün Mirzəhimin ruhu şad. Çünki onun canını fəda etdiyi vətən torpağında artıq bizim 30 mindən çox insan orada çalışır. 10 mindən artıq insan artıq köç edilmiş, işğaldan azad olunmuş ərazilərə. Bugün orada Qarabağda, Qarabağ Universitetində hansı ki tələbələrimiz oxuyur. Onlar
orada orta məktəblərdə bizim müəllimlərimiz dərs keçir. Bəli, bilirik biz hansı ki 24 yaşında, 20 yaşında, 18 yaşında övlad yəni vətənin uğrunda öz canını fəda edir. Ancaq onun valideynləri, onun ailə üzvləri bunu heç bir zaman qəbullana bilmir. Mən dünən də burada tədbirdə çıxış edən zaman da dedim ki, həqiqətən də onlarla eyni zamanda fəxr edirik. Çünki biz bugün dünyanın siyasi arenasında bizim Cənab Ali Başkomandan və digər Azərbaycanlı siyasətçilər məğrur dayanırlar, başı dik dayanırlar. Bu günlərin biz işğaldan azad olunmuş ərazilərdə gedən zaman, oranı ziyarət edən zaman hər kəs elə bir Azərbaycanlı yoxdur ki, orada dilinə gətirməsin ki, Allah bütün şəhidlərimizə rəhmət etsin. Mən elə ərazilər var ki, oraya getməmişəm və bizim qohum əqrabadan olsun, tanışlardan olsun. İndi biz də müharibə iştirakçısı olmuşuq və oradan zəng edirlər. İstər gecə o günü ki, bütün şəhidlərimizə Allah rəhmət eləsin, bütün qazilərimizə Allah şəfa versin. Yəni, inanın Qədirbilən xalqımız onu bilir və Hicran xala hansı ki şəhərdə yaşayır və digər bizim şəhərlərdir. Amma inanın, mən bura gəlirəm, hər dəfə illər keçdikcə də burada həmişə mütəmadi bura ziyarət edir. Yəni, məişəfilərimiz bayram vaxtı, son zəng vaxtı, digər tədbirlər var. Və mən arzu edirəm bir daha müharibə göstərməsin. Çünki müharibə qələbə qazanılsaq da o düşmür. Amma mənfur düşmən 30 il qüsrətini ələ çəkmədi. Onların yeni ərazi iddiaları var idi. Onlar hətta başqa biz əks sözüm əməliyyatı olmasa onlar başqa cür hərəkət edəcəkdir. Və mən bir daha Allah Taala'dan səbir diləyirəm. Bütün şəhid ailədən. Allah Taala bundan sonra bütün əsgərlərimizi qorusun. Ölkəmizin birliyini qorusun, müstəqilliyimizi qorusun. Və bütün əsgərlərimiz sağ-salamat gəlsin və mən arzu edirəm bizim burada olan bütün şəhid ailələri həmişə şəhidlərimizin övladlarının, yaxınlarının xeyir işlərində yaşayın. Və biləsiniz ki, yenə bunu tam səmimiyyətimlə deyirəm, bura mütəmadi olaraq ziyarət olunur. Mən dünən də dedim, inanın gəlirsən, elə hər vaxt gəlirsən ki, burada kimsə var. Burada inanın Bakıdan da gəlir, Ağdama gələn insanlar var. Hansı ki, görürsən ki, 75-ci ilin, 80-ci ilin məzunlarıdır. 50 illik münasibəti ilə, 40 illik münasibəti ilə tədbir seçirlər. İlk öncə bura gəlir. Və bugün ona görə deyirəm ki, biz onlara olan borcumuzu bəli, borcumuz odur ki, biz vətəndaş kimi öz mövqeyimizdə duraq. Vətəndaş kimi düşmən dərmanına su tökməyək. Çünki siz də bilirsiniz, müəyyən imtiyazlı şəxslərdən var ki, hansı ki, elə bir bəzən hərəkətlər olunur ki, düşmən bunun altında girib rəy-rəy oxursan ki, düşmən orada sevinir bu hadisədə. Biz ona görə bu müqəddəs adı qoruyuruq. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, səbr versin. Minnətdarlığımızı bildiririk. Bugün burada iştirak edən hər kəsə. Allah sizə kömək. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən göylərinə çəkdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. İgidlər öz qanıyla yazdı zəfər dastanı. 30 il gözləmişdi bu tarixi, bu anı. Dəmir yumruq düşmənə öz yerini göstərdi. 44 günlük döyüşlər tarixi bir zəfərdir. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurdumdan getməzdilər. 44 günə 1000 ilin tarixini yazmışıq. Qarabağ Azərbaycandır, biz zəfər qazanmışıq. Çağırır vətən, istəyir kömək, onu düşməndən qorumaq gərək. Vətəni elə sizin igid qəhrəman dayınız qorudu. Onun adını da dayısı qoyur. Sənin adını da həmişə sən gəlib burada iştirak edirsən, elə oğul deyirlər dayı yoxşuyur. Əmsinə, eləmi? İndi o sözü dəyişirik, biz əmsinə oxşuyur. Allah torpağı sana sağ ömür versin və şəhidlərimizin əziz xatirəsinə, ruhuna gözəl bir dua oxunsun. Sağ olun, təşəkkür edirəm.